Arpamız buradadır. Özümüz də Xaçmaz rayonunun İlıqçı kəndindəyik. Mənim yanımda dəyərli müştərilərimizdən biri Əfqan Mehrəliyev var. Əfqan Mehrəliyev bizdən Proken yeməkdən almışdı. Eyni zamanda Zumyan texnikasını da Prime Leasingdən əldə edib. Biz də gəldik ki, onun elə arpa ütməyini bir yerdə çəkək. Özündən də soruşaq ki, görəsən aqreqatımızdan razıdır, yoxsa yox. Salam Əfqan bəy, xoş gördük sizi. Çox sağ olun bizi qarşıladığınız üçün. Gəldik sizin iş prosesinizi yaxından görək, elə bir yerdə işləyək, görək necə üyüdürsünüz. Gəlin başlayaq, elə üydə də bizə danışın ki, texnikamız barədə hardan məlumat əldə eləmişsiniz, necədir, Texnika, əla texnikadır. Aha. Mən dəfələrlə gəlib baxmışam, illər ora, məsələn, yolun üçün gəlib baxmışam, orada bəyənmişəm texnikaları. Bu yanacağı az sərfliyir. Aha, Zumlyonumuz. Sizdə hansıdır Zumlyon? Zumlyon 904. Yine 904'dür. Bunun 4 korpuslu çotan. Yer fundaman şuradan gidir. Sonra gələcəyinə qismətlə aydayında Allah ömür verirsə, sizdə Fres, başqa bir aqrətlər şirkətdən. Ümumiyyətlə, hansı sahələrdə işlədirsiniz traktörü? Hansı əraziləriniz var? Bağlarda işlədəcəm mən bunları. Bağlarda. Artıq 3-lük, 4-lük bağlara gedəcək. Dərman səpməyədir, o diski vurmaqdır, Fresdir, şumlamaqdır. Ümumiyyətlə, bizim texnikalar istənilən aqreqatla rahat işləyir. İstənilən daha indi böyük bağa girə bilməz bunlar. 904. Ancaq 4-lük ağaclara Məsələn, böyük bağlar üçün də digər texnikalarımız var. Bəli, bəli. Baxa bilərsiniz. Bəs Proken haqqında hardan öyrəndiniz? Necə əldə elədiniz? Mən gəlib maraqlandım, orada çox gəlmə, 3 dəfə gəlib maraqlanmışam. 904 bunu, Zumlyonun bəgəndim. Gəlin elə tökək görək. Bəli. Özü necədir, istifadəsi necədir? Neçə kilo var burada arpa? 30 kiloqramdır. Aha, 30 kilo. Hal-hazırda burada. Dəmini qoşaq. Görək 30 kilo arpanı nə qədər müddətdə üyüdəcək bizim Proken aqreqatımız. Həqiqətən də heç 5 dəqiqə çəkmədik ki, 30 kilo arpanı Proken aqreqatımız üyütdü. Və Əfqan bəy də düz vurğuladı ki, aqreqata təbii ki, qulluq eləmək lazımdır ki, ömrü uzun olsun. Siz özünüz vurğuladınız ki, deyəsən az sürətə qoydunuz ki, daha yaxşı büyütsün. Az sürət qoymuşam bunu. Həmən təzədir. Düzdür, hə. Qorumasından Həm də təzədir. ömrü uzansın. Texnikanın pisi yaxşı olmaz. İşləyən adam pis ola bilər, yaxşı ola bilər. İşlədəni. Bəli, ona görə günahı aqreqatda yox, özlərində görməlilər ki, düzgün işlətsinlər. Aqreqatlara uzunluqlar Mən qulluq o kəsin texnikadır, təzə texnikadır, bunun apqatka lazım buna. Sonra o 2 xod ilə rus şeymişlər, rusmuşlar. Onun məsələn bütün saxlandıqdan sonra apqatkanı qutarandan sonra 50 saat işləyəndən sonra bunu bütün boş qaygası bir gün, 2 gün deyənin ki, saxlayıb hamı çəkilməlidir bunlar, hamısı. Gələcək üçün Allah qoysa, Allah hamımıza can sağlığı versin. Müxtəlif növlü aqreqatlar yenə də alacaq şirkətdən Allah qoysa. Alın, razı qalın, biz də ona çalışırıq da istəyirik. May ayına 2 dənə aqreqat gətirməliyəm oradan. Şirkətdən. Allah qoysa. Gözləyirik səbirsizliyinə. Allah qoysa. Allah hamımıza can sağlığı versin. Mən sizə minnətdaram. Çox sağ olun.